Bu günləri sizlərlə çox dadlı şokoladla paylaşıram. Xurmalı, fındıqlı, quru meyvəli şokoladlar hazırladım. Əsas şokolad, xurma, balqabaq, tumu, fındıq və quru meyvələr. Məndə ananasdır, kividir, qayısıdır. Yəni kimdə nə var? Taxtanın üzərinə yağlı kağız sərmişəm. Rahat olsun, şokolad çıxsın deyə. Xurmaları tumdan çıxartmışam və düzürəm. Belə xurmaları düzdüm. Üzərinə fındıq tökürəm. Birini xurmalı, fındıqlı hazırladım. İkincisində hər bir şeydən əlavə edəcəm. Suxa fruktı, quru meyvələr. Ağız dadınıza görə dəyişdirə bilərsiniz. Xurmaları belə doğramışdım. Bu şəkildə. Damla şokoladıdır məndə. Belə. Ən dadlısıdır. Üzərinə kərə yağı əlavə edirəm və qoyuram mikrovalnovkada ərisin. Gözləyirəm. Şokoladım əridi. Baxın. Mikrovalnovkada əritmək istəsəz, birdən bir 60 qoyun. 30 saniyə, sonra təzədən 30 saniyə. İndi isə üzərinə şokolad tökürəm. Şokoladlarım hazır oldu. Soyuducudan çıxartdım. Baxın. Super. Bunu da bölüb göstərmək istəyirəm. Baxın. Abunə butonuna basmağı unutmayın. Like qoymağı da unutmayın. Sizin üçün bir tıkdırsa mənim üçün böyük bir motivasiyadır. Yeni videolarla sizinlə paylaşam. Təşəkkürlər.